Birinci Qarabağ müharibəsində silahın olmayan dövründə sinələrin qarşıya verən qazilərimizdən Bəhruz Əliyev burada iştirak edir. İstərdik ki, özü ətraflı çıxış eləyəcək. Bu günləri qeyd elədik. Rəsvar rayonunda 2 Qarabağ müharibəsinin şəhidinin anım günüdür, şəhadət günüdür. Biri Abdülhamid Saxaboğlu, digəri isə Abdullah Asif Əmiraya əmimizin övladıdır və belə deyək, şəhidlərlə bağlı həmişə ehtiram hissi olunur, yad olunur öz yerində. Amma borc bilərək biz daimi onların fərqi yoxdur, doğum günü olsun, anım günü olsun, onları daimi yad eləmək bizim borcumuzdur. Belə deyək, vicdan borcumuzdur, insanlıq borcumuzdur, vətəndaşlıq borcumuzdur. Onu kim hansı formada, hansı dərəcədə eləyir, o yük onun özünüzdür. Amma üzərimizə düşən məsuliyyətdir ki, biz gəldik həm Mirayə əmini, həm belə deyək, ailənin başsağlığı diləklərimizi çatdıraq. Və qeyd edeyim ki, Abdullah Asif Mirayə oğlu da qəhrəman şəhidlərimizdən biridir. Birinci Qarabağ müharibəsində silahın olmayan, ordunun yeni qurulan vaxtında, belə deyək, hakimiyyətdə müəyyən çəkişmə dövründə qəhrəman şəhid olan qəhrəman qardaşlarımızdandır. O dövrü yaşayan ağsaqqallar, böyüklər hər biri bilir, çətin günləridir. Ümumiyyətlə, müharibə alovdur, çətindir, amma bir məram məqam var ki, bizim bu döyüşçü qardaşlarımız, şəhid qəhrəman qardaşlarımız torpaq üstündə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə canı ilə özlərini sığortalayıblar və bu günləri məclisində oturduğumuz, ocağında oturduğumuz o qəhrəman şəhidin şəhid olması səbəbsiz deyil. Şəhidlik, böyüklər bilər, çox üzr istəyirəm, hardan qaynaqlanır? Ailədən, ailənin tərbiyəsindən, ailənin inancından. Şükür Allaha, Mirayə əmmimiz özü Seyyid Peyğəmbər övladıdır və özü din əhlidir, ibadət əhlidir. Evdə olan tərbiyə yetişən o qəhrəman şəhidin təməlin Mirayə əmmi və onun geni, kökü, o genindən gələn, kökdən gələn xüsusi bir hisslər də olar. O hissləri sözlə ifadə eləmək olmaz. Sadəcə olaraq Asif və Asif kimi qəhrəman qardaşlarımız da öz qəhrəmanlığı ilə, öz döyüşü ilə torpaqlarımızın bütövləşməyi üçün, bayrağımızın daim yüksəkdə dalğalanması üçün, dövlətimizin başçısının daimi dik olaraq, ayaq üstü olaraq dik durması üçün öz canlarını fəda edirlər. Mən bir söz deyim, mən də biraz mütaliə edirəm. Bir məclisdə dedim ki, şəhidliyi mübarək olsun. Mənə irad tutdular ki, adını deməyəcəm ancaq, məclis aparanı. Dedi ki, heç vaxt elə demə, cəmiyyət içində dedi. Mən əyaq saxladım. Təbii ki, orada şəhid valideynləri var idi, qazilər var idi, insanlar var idi, cəmiyyət idi o. Mən əyaq saxladım, əmi getmədim. Və cəmiyyət içində dedim ki, mən səndən xahiş edirəm, o sözün mənə izahatını ver. Mən oxuduğuma görə biz deyirik ki, Quranda var ki, şəhidlərə rəhmət deməzlər. Ola bilsin, mən səhv edirəm. Şəhidlərə mübarək olsun. Rəhmət deyərlər, ölü deməzlər. Ölü deməzlər, bəli. Amma şəhidliyin mübarək olsun deyərlər. Çünki o, belə deyək, təməl, hardan gəlib? Əmi Bəyər dedi, İmam Hüseyin məktəbinin, İmam Hüseynin tərbiyəsi, bu da onun davamıdır. Və mən yenə deyirəm, əmi, kim irad tutur, tutsun, mənim şəxsi fikrimdir. Mən səngəl görmüş adamıq, o şəhidlərimiz, oğlanlar var ki, bu saat torpaq altındadır, biz torpaq üstündəyik. Asif və Asif kimi qəhrəman şəhid qardaşlarımızın hər birinin şəhidliyi mübarək olsun. Amin. Allah onların valideynlərini qorusun. Allah cəmiyyətimizi qorusun. Səhvi ilə, düzü ilə bu bizim cəmiyyətimizdir. Kim hansı formada onu qəbul edir, kim hansı formada onu başa düşür, onun şəxsi fikridir. Amma bir fikir deyirəm ki, bax bu günləri bizə yaşadan Asif və Asif kimi qəhrəman şəhid qardaşlarımızdır, qazilərimizdir. Müharibədə iştirak edən döyüşçü qardaşlarımız, müharibə veteranlarımızdır. Sizin kimi ağsaqqallarımızdır, ziyalılarımızdır. Fərqi yoxdur. Azərbaycan cəmiyyətində bütün təbəqə gedir. Allah qorusun və biz də borc bilərək, özümüzə borc bilərək, özümüzə minnət qoyaraq, borc bilərək
borc bildik ki, gələk Mirayə əmiyə, onun ocağına, şəhid qəhrəman qardaşımın ocağını ziyarət eləyək. O ziyarətin içində hansı savab var, hansı savab yoxdur, onu Allah bilər. Allah yaxşı savabına yazsın inşallah. Amin. Və mən həmişə fikrimi yekunlaşdırım, həmişə şəhid evlərində deyirəm, məzar üstlərində deyirəm. Şəhid valideynləri gəzir, amma onların daxilində hansı proses baş verir, nə hiss keçirirlər. Onu valideynlərdən başqa heç kim bilmir. Heç kim bilmir. Və bu il 3 şəhid valideynimizi dəfn eləmişik. İstər 44 günlük Vətən müharibəsinin şəhid valideyni olsun, istər 1-ci Qarabağ müharibəsinin şəhidin valideyni olsun. Yenə qeyd edirəm, Allah sizə can sağlığı versin. Dünyasını dəyişən şəhid valideynlərinə Allah rəhmət eləsin. Allah sizi qorusun. Əsl qəhrəmanlıq sizə düşür, siz valideynlərə düşür. Allah qorusun sizi.